Gəlin bu suala baxaq. Baxın, biz bilirik ki, yadınızda saxlayın, kosinusla sinus, tangeslə kotanges bir-birlərini 90 dərəcəyə tamamlayan bucaqlardır. Baxın, burada kosinus 66-nın yerinə mən sinus 24 dərəcə yaza bilərəm. Və yaxud da tangeslə kotangesdə də bu qayda var. Yəni bir-birlərini 90 dərəcəyə tamamlayırlar. Ona görə nə edirəm? Kosinus kvadrat 24 dərəcə üzərinə gəlsin kosinus. Bunun yerinə, yəni kvadrat 64-ün yerinə mən sinus kvadrat yazıram. Sinus kvadrat 24 dərəcə. Yəni bu şəkildə yaza bilərəm. Və yaxud da ki, buradakı kosinusun yerinə sinus 60 kvadrat 64 dərəcədə yaza bilərəm. Fərqi yoxdur. Minus, sonra bu hissəyə baxıram. Tangens 24 dərəcə olduğu kimi qalır. Gəlin birdən baxaq. Bax, tangens 156-nı necə yaza bilərik? Tangens 156-nı yazıram, 180, çıxaq 24. Elə 156 verir də bizə. Baxırıq ki, 156, gəlin göstərək. 180 buradır da, yəni ikinci rübdür burada. Nəsə çıxanda elə ikinci rübə düşür. İkinci rübdə tangens nədir? Mənfidir. Tangens 1 və 3-də müsbətdir. Ona görə baxırıq ki, bu 180-dən çıxanda ikinci rübə düşür. İkinci rübdə tangens mənfidir. Tangens 2 və 4-cü rübdə mənfidir. Ona görə, yəni necə olur? Yəni tangens belə yazaq da mənfi 24 olur. Belə bu şəkildə. Mənfi də qarşıya gəlir zaten. Tangens 24 dərəcə. Bu şəkildə olur. Yəni tangens 156-nın yerinə biz yazırıq mənfi tangens 24 dərəcə. Yəqin ki, aydın oldu. Bu hissəyə də yazırıq mənfi tangens 24 dərəcə. Sonra biz bilirik ki, sinus kvadrat alfa üzərinə gələk kosinus kvadrat alfa bizə 1 verir. Əsas trigonometrik eyniliklərdə. Baxırıq ki, deməli sinus kvadrat 24, kosinus kvadrat 24-ün qiyməti bizə 1 verir. Sonra da baxırıq ki, bu mənfiyə dəyir, olur müsbət. Tangens 24 dərəcələrdə ixtisar gedir, yerində də qalır 1. Yəni ümumi cavabımız olur 2.